Həftədə bir dəfə bir serial, film personajını psixoloji analiz edəcəm. Bugün analiz edəcəyim personaj Harry Potter'dan Severus Snape'dir. Harry Potter seriyasının ən qəddar, ən soyuq müəllimi Severus Snape. Sizcə o əslində bir cani idi, yoxsa qəhrəman? Bir psixoloq gözü ilə baxsaq, o nə canidir, nə də qəhrəman. Sadəcə patoloji yas və müdafiə mexanizmlərininəsirinə çevrilmiş bir insandır. Snape'in uşaqlığına baxaq. Snape ailədə şiddət görüb və məktəbdə həmyaşıdları tərəfindən ciddi şəkildə bullyingə məruz qalıb. Amma onun həyatında ən böyük qırılma nöqtəsi sevdiyi tək insanı, Lilini itirməsi və onun ölümündə özünü təqsirkar bilməsidir. Psixoloqa görə biz buna sağ qalanın günahkarlıq hissi deyirik. Snape'i psixoloji analiz edək. Snape nədən istifadə edirdi? Reaktiv formalaşma adlanan müdafiə mexanizmindən istifadə edirdi. Daxilindəki sonsuz sevgini, peşmançılığı və incikliyi gizlətmək üçün xaricə tamamilə əksini, nifrət və soyuqluq nümayiş etdirirdi. Harry'yə baxanda həm nifrət etdiyi atasını görürdü, həm də sevdiyi qadının gözlərini. Bu daxili münaqişə onu daxilən yeyib bitirirdi. Snape'in o məşhur cümləsini xatırlayırsınız. After all this time. Always. Bu romantik bir sevgi etirafı kimi görünsə də, psixoloji tərəfdən tamamlanmamış, illərlə dondurulmuş və şəxsiyyəti idarə edən, sağalmamış bir travmanın göstəricisidir. Ətrafınızda Snape kimi soyuq və aqressiv görünən insanlar varsa, tələsməyin. Bəlkə də o qabığın altında sadəcə çox böyük bir ağrı gizlənir. Bəs siz Snape'i bağışlaya bilərdinizmi?